Salamlar vaxtınız xeyir. Bu gün sizlərə dövlət qulluqçularının əmək ödənişi səviyyələri və pillələri üzrə yeni dəyişikliyə dair izah verməyə çalışacağam. Gəlin başlayaq. Əvvəl onu demək lazımdır ki, artıq yeni dəyişikliyə əsasən mərkəzi icra hakimiyyəti orqanları, yəni nazirliklər, ancaq nazirliklər ikinci kateqoriya yox, birinci kateqoriya dövlət orqanlarıdır və orada çalışan şəxslərin təbii ki, təsdiqatları artıq ona uyğun dəyişdiriləcək. Məsələn, tutaq ki, əvvəllər Təhsil Nazirliyində çalışan hər hansısa bir sektor müdürünün təsdiqatı 5-ci təsdiqat isə artıq onun təsdiqat dəyişərək 4-cü təsdiqat olacaqdır. Gəlin, bu artıq ödəniş pillələri 7 ədəd olmuşdur. Ödəniş səviyyələri isə 35 ədəd olmuşdur və burada təbii ki, bu ödəniş pillələri də staja uyğun tənzimlənir. Baxaq. 1 ilədək qulluq stajı olan şəxslərə əməyin ödəniş pilləsi 1-ci, 1 ildən 5 ilədək onlarda 2-ci, 5 ildən 10 ilədək onlarda 3-cü, 10 ildən 15 ilədək onlarda 4-cü, 15 ildən 20 ilədək onlarda 5-ci, 20 ildən 25 ilədək onlarda 6-cı, 25 ildən yuxarı isə 7-ci ödəniş pilləsi olmuşdur. Bu bir növ şəffaflığı daha da artırmışdır və məsələn 16 il staj olan şəxslə 28 il staj olan şəxs eyni dərəcədə bildiyiniz kimi 15 ildən çox 30% artmalıdır. Amma burada demək olar ki 16-28-in demək olar ki 2 yarısıdır və burada təbii ki artıq indi hər ilə uyğun demək olar ki əmək haqqı ödəniləcək. Gəlin, məsələn, baxaq. Tutaq ki, 7-ci təsdiqatda götürək 35-ci səviyyədən. Tutaq ki, hər hansısa bir dövlət qulluqçusunun 3 il qulluq stajı var, 7-ci təsdiqatda çalışan. Buna baxın, baxaq bura. 3 il isə 1 ildən 5 ilə qədər olacaq 2-ci dərəcə ödəniş pilləsində və burada 2-ci pillədə baxın, ən son 35-də olacaq 1200 manat. Bəli. 1200 manat olacaq. Gəlin bunu tam yəni format göstərək. Baxın, ikinci ödəniş pilləsində 1200 manat. Artıq 3 il qulluq stajı var deyə artıq həmən şəxs olacaq 3-cü dərəcə dövlət qulluqçusu və həmən baxın burada da göstərək yenə onu. Baxın, burada artıq demək hər birisi göstərilib və əvvəlkinə nisbətən daha da artım olub və 3-cü dərəcə dövlət qulluqçusunun ödənən məbləğ 225 manatdır. Və 1200 manatın üzərinə 225 manat da gəlir və 1425 manat deməli 7-ci təsdiqatda çalışan 3 il stajı olan şəxsin alacağı əmək haqqıdır. Təbii ki, buradan müəyyən ödənişlər çıxılacaq. Tutaq ki, sığorta və digər vergilər və ən sonda qalan artıq əmək haqqı həmən şəxsin əmək haqqıdır.